Salamlar hər kəsə. Bugünkü dərsimiz Azərbaycanda Cəlalilərin və Teymurilərin hakimiyyəti dövrü olacaqdır. Keçək dərsimizin izahatına. Azərbaycanda Cəlalilərin hakimiyyəti dövrü başlamamışdan öncə Cəlalilər dövlətinin yaranması haqqında danışaq. Cəlalilər Çobanilərlə mübarizədə məğlub olurlar və Bağdada çəkilirlər. Böyük Həsənin, yəni Şeyx Həsənin başçılığı ilə. Yəni Cəlalilər dövlətinin əsasını Böyük Həsən qoyur. Biz Kiçik Həsəndə demişik. Kiçik Həsəndə Çobanilərdə demişik ki, o da Şeyx Həsən Çobanidir. Yəni eyni addadılar. Çobanilərin ikinci hakimiyyətinin başlamasına səbəbiyyət veribdir və 1338-ci ildə, yəni qabaqçı dərslərdə dedik, Satı bəyimi taxta çıxardaraq hakimiyyəti ələ almışdı. Bu keçdiyimiz isə Böyük Həsəndir. Şeyx Həsən adlandırılır o da. 1340-cı ildə Bağdadda dövlətin əsasını qoyubdur. Xəritədə göstərək. Bağdad bilirsiniz, iki çayın Dəzi Fərəd çaylarının arasıdır, qovuşduğu yerdir. Bu hissədə dövlətin əsasını qoyubdur. Və ondan sonra hakimiyyətə gələn Şeyx Üveys 1359-cu ildə Azərbaycana hücum elədi. Azərbaycanı Təbrizi, demək Kür çayından cənubda olan bütün Azərbaycan torpaqlarını ələ keçirdi. Yəni Şirvanşahlar dövlətini 1359-da ələ keçirməyibdi. 1359-da Təbrizi tutdu və Azərbaycanı ələ keçirdi. Paytaxtı isə Bağdaddan Təbrizə köçürdü və öz mövqeyini burada daha da möhkəmləndirdi və yerli feodal hakimləri bu dövrdə öz dövlətlərini, öz hakimiyyətlərini daha doğrusu qoruyub saxlamağa çalışırdılar. Və 1367-ci ildə Kür çayından daha doğrusu şimala hücum elədi və burada Şirvanşahlar dövlətini də özünə tabe etdi. Bununla da hakimiyyətini bütün Azərbaycana yaydı. Deməli, Cəlalilərin bütün Azərbaycanı tutması 1367-ci il götürülür. Bu, deməli, Monqollardan fərqli olaraq abadlıq işləri aparıbdır. Cəlalilərin dövründə Təbrizdə dövlətxana sarayı inşa edilibdir, sorma sistemləri bərpa edilibdir, islahatlar keçirilibdir və iqtisadiyyat müəyyən qədər dirçəlibdir, canlanıbdır. Feodal pərakəndəliyi sonradan baş verəcəkdir və bundan sonra isə Sultan Əhməd hakimiyyətə gələcək. Sultan Əhmədin dövründə biz çox da yaxşı demirik. Hakimiyyət uğrunda mübarizə, feodal ara müharibələrinin olması, hərbi siyasi qarşıdurmalar, həmçinin də Teymura və Toxtamışa qarşı hücumlar olur, yəni ona qarşı mübarizələr aparılır. Buna görə də Cəlalilər dövləti o qədər də güclü dövlət olmayıbdır. Yəni Azərbaycanda da düşmənə qarşı hər hansı bir müqavimət göstərəcək gücdə potensialda olmayıbdır. Məsələn, biz indi deyəcəyik Əmir Teymurun Toxtamışın yürüşünü rahatlıqla gəlib Azərbaycanı tutacaqlar. Yəni Cəlalilərdən bir Əlincə qalasından başqa bütün Azərbaycan işğal ediləcəkdir. İndi isə keçək biz Toxtamışın yürüşünə. Toxtamış 1385-ci ildə deməli Azərbaycanda vahid dövlətin olmamasından istifadə edərək Dərbənddən, yəni şimaldan hücuma keçir. Azərbaycana qarətçi yürüşlər edir və burada dediyimiz kimi çox ciddi müqavimət göstərmirlər Toxtamışa. Hətta Sultan Əhməd qaçır Bağdada. Hiylə yolu ilə Təbrizi ələ keçirir. Hiylə yolu ilə ələ keçirməsi Moskva ilə oxşardı. Qlikova döyüşündən sonra Moskvanı da tutub yandıracaqdı. Oranı da hiylə yolu ilə ələ keçiribdi. Burada əhalini qırır, qadınlar da, uşaqlar da hamısı qırılır və Təbrizi tutduqdan sonra Qarabağa doğru irəliləyir. Qarabağa gəldi. Eşitdi ki, Teymur hücuma keçib, öz vətəninə geri qayıtdı. Yəni Volqa boyuna, indiki Rusiya ərazisidir, bilirsiniz, Qızıl Ordunun ərazisi, öz vətəninə geri qayıtdı. Ümumiyyətlə götürsək, biz deməli Qızıl Ordu xanlarının Azərbaycana yürüşlərini 1318-ci ildə demişik ki, Özbəş xan hücum edibdir. Əmir Çoban burada onları məğlubiyyətə uğradıb. 1335-ci ildə yenə Özbək hücuma keçibdir. Lakin burada Əbu Səid Kür çayı sahilində döyüşdə Özbəyin məğlubiyyətə uğratsa da özü burada vəfat edibdir. 1357-ci ildə bilirik Cani bəy gəlibdir, Hülakülər dövlətinə son qoyubdur. 1385-ci ildə isə Toxtamış hücuma keçibdir. Bu da Qızıl Ordu xanlarının Azərbaycana yürüşüdür. İndi isə biz keçək Teymurilərin yürüşünə. Əmir Teymurun birinci yürüşü. Əmir Teymurun birinci yürüşü 3 illik yürüş adlandırılır və Teymurun baharı da deyirlər bu yürüşə. 1385-88-ci illəri əhatə etməyi planlaşdırılırdı və 86-cı ildə yürüşə çıxır. Azərbaycanda Əlincə qalasından başqa bütün Azərbaycanı Təbrizdə daxil olmaqla ələ keçirir. Cəlali əmirləri qaçıb Bağdadda gizlənirlər və
Yalnız Əlincə qalası müqavimət göstərir. Deyirik ki, və bu zaman Şirvanşah hakimi İbrahim çox ağıllı olub, siyasətçil olubdu, belə deyək ki, İbrahim gəlir çıxır hüzuruna Əmir Teymurun Qarabağda. Hər şeydən 9 gətirir hədiyyələrdən, quldan 8 dənə gətirir. Deyir ki, 9-cu quldan mənəm, yəni müqavimət göstərmədən Teymura tabe olur. Çünki bilir ki, Teymur deməli uzaq təhlükədir. Ona görə də Teymura meyl eləyir. Qızıl Orduya yaxın getmir. Qızıl Ordu bilir ki, yaxın təhlükədir, onun şimalındadır. Onu tutsa varlığına son qoyacaqdı. Amma Teymura tərəf çıxmaqla, ondan müttəfiq olmaqla bilir ki, Teymur onun varlığına son qoymayacaqdı və burada çox möhkəmlənməyəcək Teymur. Bir müddətdən sonra çıxıb gedəcəkdi. Yəni bu strategiya idi, doğru strategiya idi. Elə də oldu. Teymur çox qalmadı və Şirvanşahlar dövləti öz qüdrətini qoruyub saxladı, varlığını qoruyub saxladı. Və Şəki hakimliyini də tabeliyinə keçirdi, itaətə aldı. Lakin Şəki hakimi Seyid Əli ona qarşı mübarizə aparırdı, belə deyək. Və onun ardınca isə deməli Teymurun ümumiyyətlə Azərbaycanı tutmasının əsas səbəbi vahid dövlətin olmaması idi. Müqavimət göstərirdi. Yalnız Əlincə qalası, digər ərazilər rahatlıqla tutuldu. Teymur eşitdi ki, 1387-ci ildə Toxtamış onun ölkəsinə, yəni Buxarıya və Səmərqəndə, paytaxt Səmərqənd idi, hücum edibdi. Azərbaycanı tərk etdi. Azərbaycanın idarəsini oğlu Miranşaha tapşırdı. Miranşah çox qəddar idi. Həm Əlincə qalasını mühasirəyə almışdı, həm də Təbrizdə Azərbaycanı idarə edirdi. Əhali ilə heç yaxşı rəftar etmirdi. Yəni Miranşah ilanlar şahı deməkdir. Adından da göründüyü kimi insanlara qarşı xoş rəftarda deyildi. Həmçində atasına qarşı da xüsusi qəzəbi var idi. Bunun acığını camaatdan çıxırdı, belə deyək. Təbriz bilirsiniz ki, Azərbaycanın açarıdır. Təbrizi tutmaq, bütün Azərbaycanı tutmaq deməkdir ki, Əlincə qalasından başqa yenə bütün Azərbaycan işğal edilmişdi. İndi isə keçək Teymurilərin ikinci yürüşünə. Teymurilərin ikinci yürüşü olubdu 1392-ci ildə. Burada da Azərbaycan Təbriz ələ keçirildi. Ərdəbildən başqa bütün Azərbaycan tutuldu. Cəlalə əmirləri Əlincə qalasını müdafiə edirdilər. Sultan Tahirin başçılığı ilə yenə tabe olmadı. Şəki hakimi Seyid Əli məğlubiyyətə uğradıldı. Ümumiyyətlə burada biz Əlincə qalasını müdafiə edənləri danışaq. Kimlər müdafiə edirdilər? Xacə Ömər, Tahir idarə edirdi, Sultan Tahir, Əmir Altun, Seyid Əli. Seyid Əli Şəki hakimi idi. Şirvanşah İbrahim gizli deməli müdafiə edirdi. Gürcə hakimi 7-ci Georgi və Hürifilər. Hürifilər də bilirsiniz ki, Nəsiminin deməli tərəfdarları idilər. Yəni bir dini cəryan idi. Bunlar Əlincə qalasını müdafiə edirdilər. Lakin bu müdafiə sonuna qədər davam etməyəcəkdi. Ardınca Gürcüstan'a tutdu və Bağdada yürüş etdi, Bağdadda dağıtdı. Deməli, ikinci yürüşündə də Əlincə qalasından başqa bütün Azərbaycan tutulmuşdu. Xəritədə də burada Teymurilər dövlətinin yerləşdiyi ərazi bu əraziləri əhatə edir, göstərilibdir. Hindistana qədər gedib çıxıbdır, indi deyəcək Hindistana yürüşünə. Azərbaycana yürüş istiqaməti, yəni Azərbaycanı tamamilə tutubdur. Və bunun ardınca deməli indi deyirik ki, 1395-ci ildə Toxtamışla Terik çayı sahilində döyüş olacaqdı bu hissədə və döyüşün nəticəsində Teymur qalib gələcəkdi və ondan sonra öz vətəninə geri qayıdacaqdı. Onu da vurğulayaq ki, Terik çayı sahilində döyüşdə əsas deməli İbrahim Teymuri tərəfdən vuruşubdu. Yəni Teymurilərlə müttəfiq olubdu. Bunun ardınca isə Şimali Qafqazın dağlıq hissəsini, baxın bu hissəni, Azov ətrafı əraziləri, Azov ətrafı buralardır, ələ keçirib öz vətəninə geri qayıdacaqdı. Teymurun üçüncü yürüşünə keçək. Teymurun üçüncü yürüşü olmamışdan öncə 95-ci ildə buradan geri qayıdarkən 98-də Hindistana hücum edir və Hindistanda ələ keçirir Dehlini, dağıdır və 99-da yenidən Azərbaycana hücuma keçir. Üçüncü yürüşü zamanı artıq Şəki hakimi Seyid Əhməd burada İbrahimin vasitəçiliyi ilə çıxır Teymuri hökmdarı Əmir Teymurun hüzuruna, ona tabeliyini bildirir və müttəfiq olur. 1400-cü ildə isə
burada Əlincə qalasında hakimlər arasında olan ixtişaş, yəni bunların bir mövqedə çıxış etməməkləri, ittifaq olmamaqları, xəzinə uğrundakı mübarizə və hətta gecə ilə xəzinəni götürüb qalanı tərk etməkləri qalanın təslim olmasına gətirib çıxarır. Qala 1400-cü ildə təslim olur və Teymur qalaya baxaraq onun əzəmətini görür. Bundan sonra isə deməli burada Azərbaycanda Bağdada yürüş edəcəkdi Azərbaycandan. Bağdada yürüş edən zaman nəticədə Sultan Əhməd və müttəfiqi Qara Yusif deyəcək Qaraqoyunluların başçısı olubdu. Bağdaddan qaçırlar Misirə. Misirə qaçırlar. Burada verməyibdi, amma deyək ki, Misir hakimi Teymurun əmri ilə onları həbsə salır. Bunlar həbsdə olurlar ta ki Teymur ölənə qədər. 1405-ci ilə qədər Misirdə həbsdə olurlar və Teymur öldükdən sonra isə onları deməli həbsdən buraxacaqlar. 1405-ci ildə Teymur hücum edir Çinə, yəni hücum etmək istəyir, daha doğrusu hücum ərəfəsində vəfat edir. Yəni Çinə hücum edə bilməyibdi və hücum ərəfəsində vəfat edir. Çinə hücumu baş tutmur. Bundan sonra onun oğlu Miranşahın hətta oğlu Mirzə Ömər tərəfindən Azərbaycan idarə olunurdu və Şirvan isə bilirik ki, İbrahimin hakimiyyəti altında idi. Bunlar çox ədalətsizliklər edirdilər. İbrahim fürsətdən istifadə edib Azərbaycanı müəyyən müddət vahid dövlətdə birləşdirəcəkdi. Bu da Azərbaycana Teymurilərin yürüşü. Teymurilərin dediyi 3 yürüşü oldu. Birinci 1386-cı ildə, ikinci 1392-ci ildə, üçüncü isə 1399-cu ildə. Hər iki yürüşdə bir Əlincə qalasından başqa digər əraziləri tutub, üçüncü yürüşdə isə Əlincə qalasında 1400-də tutdu və Azərbaycanda feodal dağınıqlığın olması, vahid birliyin olmaması gətirdi bu ərazilərin tezliklə təslim olmasına çıxardı. Bugünkü dərsimiz bu qədər. Sağ olun.